Salam dostlar, yeni bir Car Simulator 2 videosuna hoş geldiniz. Neçə vaxtı bu oyunu oynamırdıq. Bu günlərdə uşaqlar bu oyunu sıfırdan başlayacağıq. Əvvəllər bilirsiniz ki, bizim evlərimiz var idi, villalarımız var idi, hətta bizim maşınlarımız var idi uşaqlar. Bu günləri oyunu sıfırdan başlayırıq. Gördüyünüz kimi bizə maşınlar verir. O vaxtı mən bu maşından başlamışdım, bu göy olan maşından başlamışdım. Bu səfər bundan başlayacağım. Bu sanki qaqaş, kruzdu, nədir, maşının adı nədir, qəribə bir dənə maşın oxşayır, qırmızı rəngdə. Bundan oyunumuza başlayırıq uşaqlar. Əlbəttə ki, min coinimizi götürürük. Maşınımız bomba kimidir, öz yerindədir. Yox, hala kruz deyil ki, başqa maşındır. Bu maşının modelini bilənlər 100% axtan yazsınlar. Gözlə görüm, girim ayarlara buradan. Sound'a girək. Mahnını təmiz alırıq uşaqlar. Mahnı dahi bizim beynimizi xarab eləməsin. İngilis dilində bunu edirik, türk dilində. Göz ki, oyuna indi girmişəm. Sıfırdan giririk uşaqlar. Bunu qoyuruq. Bura araba kirliliyini qaldırırıq sıfıra. Arabanın kirliliyi lazım deyil. Araba hasarını açmırıq. Otomatik motoru başlat. Başladılsın avtomatik olaraq qrafik alırıq ultraya. Ondan sonra 60 FPS sisi buradan yığışdırırıq. Sağ dikiz aynası. Bunu bilmirəm. Gölgələr qalır. Kölgəni də yığışdıraq yoxsa. Kölgə qalsın. Kölgəni yığışdıraq. Kölgəni yığışdıraq, lazım olsa açarıq. İşıq izizat, sol dikiz aynası, salon dikiz aynası. Nə qədər ayna var ha kişi. Aynalar qalsın. Çevrəsəl pərdələmə falan, kənar yumuşatma. Bunu da eləyirik. Sığmığa. Uşaqlar başlayırıq yavaş-yavaş oyunumuza. Görək başımıza nə gələcək, nə gəlməyəcək. Sıfırdan başlayırıq uşaqlar. Bunu istəyənlər üçün başladım bu oyunu. Sıfırdan bütün hər şeyə sahib olmağa çalışacağıq. Evimiz olsun, maşınımız olsun, nə bilim ala villalar olsun. Yavaş-yavaş oyunumuza başlayacağıq. Başla deyirik yavaş-yavaş. Görək nə var, nə yox. Multiplayer də olurmuş bunun. Biz indi single player giririk, offline oynayacağıq uşaqlar. Öz həyatımızı qurmağa çalışacağıq. Uşaqlar başladıq oyunumuza. Merhaba acemi, şehrə xoş gəldin. Əlbəttə ki, xoş gördük. Şu anda qarajdasın. Aracın burada. Araca doğru yürü və aracın içinə gir. Aracın içinə girəcəyik uşaqlar. Bizim neçə illərdə oynadığımız Car Simulator 2 videosuna xoş gəldiniz uşaqlar. Nə vaxtdandır bu oyunu oynamıram sən biraz duygulandım. Vaxt var idi mən bu oyunda günlərimi keçirdim uşaqlar. Gir oyunun içinə. Oyunu özlə maşının içərisinə. Ay xanım, icazə verin oyunumuzu oynayaq. Biz sürməyi bilirik. Biz bu oyunu tərtəmiz bilirik. Narahat olmayın da xanım. Missiyamız gəldi. Bu səsi eşitmək çox bomba kimi oldu yəni. Nə yazır? Araba hasar setini aktiv halə getirirseniz açmaq istiyor musun? İptal et, lazım deyil. Arabamız hasar seti alıb eləməsin. Şöyle missiyalarımız buradadır gördüyünüz kimi. Bütün missiyalarımız var. Hamısını sıfırdan keçəcəyik. Nə bilim ona kənar mahallə görevləridir, polis missiyalarıdır, o birisidir, bu birisidir. Hamısına yüngülvari əl qatacağıq. Biraz oyunun səsini alaq, sanki oyunun səsi mənə çox gəlir. Deməli belə, bu görev sırasında oyun haqqında bilgi sahibi olacaq və becerilərini gəlişdirəcəksən. Sonunda bir ödül senin olacaq deyir. Başla görək. Görək bir də yüngülvari bizə nə verir? 40 min pul verir. Bir sürüşə çıxmadan öncə arabanın deposunu doldurman gərəkdir. Hə. Gedək birinci uşaqlar arabamızı yüngülvari zapravk eləyək. Maşının gözəlliyinə bax, maşının gözəlliyinə bax. Biraz zapravkamızı eləyək. Ondan sonra baxacağıq görək başımıza nə gəlir, nə gəlmir. Saxla burada. Bu arada Car Simulator 2 videolarını istəyənlər mütləq like atsınlar ki, bunun 2-ci, 3-cü, 4-cü, 5-ci bölümləri yavaş-yavaş gəlsin. Düş aşağıya. Düş aşağıya, bu bizi gözləyir ki, düşək buradan aşağıya, bunun bir də yüngülvari benzinini dolduraq. Bunu aç. Ayda bəsdir də qardaş, bəsdir də imkan ver görək. İmkan ver, yakıtımızı dolduraq. Polnu şəkildə doldur. Füsyon. Bu mənə oyunu öyrədir qardaş. Mən özüm cəmaata oyunu öyrədirəm. Bu da mənə oyunu öyrətməyə çalışır. Füsyon. Otoqaleriyə gedirik. İndi bir dənə qaleriyə görək bizə nə maşın aldıracaq, nə maşın aldırmayacaq. Nə qədər pulumuz var? 3700 nə dolar? Bunu götür. Altınları yığaq. Altınlar bizə lazım olacaq. Maşının özü zor gedir ha. Yəni bundan rahat missiyalar keçə bilərik. Polisdən qaçmaqza. Yavaş. Öyrəticidir. Öyrətici nə? Otoqaleridə arabaları incələyə bilirsin. Bildim də qardaş, burada bizim maşınlarımız var. Düz. Hələ ki heç birisindən ala bilmirəm. İnşallah yavaş qardaş biraz pul zad əlimizə düşsün. Qalikidir, nə bilim ala o birisidir, bu birisidir. Hamısını alacağıq. 10 dollara budur. Mən bilən bu altından olan maşındır. Altından onu alacağıq inşallah sürəcəyik. Yavaş. Salamünaleyküm xanım, tanındınız deyilmi? Nə vaxtdan düzdür buralara gəlmirəm. Ola bilsin biraz vidimdə, fasonumda dəyişikliyi var. Yaxında qardaş hamısını görəsiniz inşallah. Ala bəs də lüks araba azad. Bunlar hamısı boş söhbətlərdir. Mənə bunlar lazım deyil. Bir sonraki hedefin atölye, oraya sür ha. Bu konkret mənə xəritəniz adı qarşı izah edir. Sağı, solu. Ala bunlar mənə lazım deyil. Bunlar boş söhbətlərdir. Mən bunların hamısını vaxtı ikən keçmişəm. Allah, özümü o qədər təriflədim ki, axırda gəldim, girdim bura. Gir arxaya qarşı bir dənə maşınımızı yüngülvari düzəldək. Yeni parçalar falan filan, lüks yüksəltmə. Bir dənə buradan yüksəldək. Öyrəticiden ayrıl. Tamam da ayrılaq. Geri veririk. Çıxırıq buradan. Hamısını izah eləməlidir mənə. Bütün hər şeyi göstərəcək. İndi gedib bir dənə qaraj almalıyıq o vaxt kimi uşaqlar. Bilirsiniz də burada gizəmli maşınlar çıxır. Sonra yavaş-yavaş gizəmli maşınlar tapacağıq. Qaraj satmaq. Qarajı alırsan mənə yoxsa afisyon. Qarajı aldıq, 40 minimiz gəldi uşaqlar. Bu qarajı almamışıq şələ düzdür. Ev ala bilərik görəsən birbaşa.
40 minə ev olmur axı mən bilən. Gözlə görüm. Evlər açıqdır ki, neçə milyondur bu. Ala buradan baxa bilmirəm mən qiymətinə. Heyf gərək gedib oradan baxım. Ev yoxdur. Bu qarajı alaq uşaqlar hələ ki. Bu qarajı alaq. Ondan sonra baxacağıq görək nə var nə yox. Buradan çıx. Təzədən geri qayıt bura. Ən azından bu maşınımızı saxlamağa, ikinci maşınımızı saxlamağa bir dənə qarajımız olmalıdır. Qarajı aldıq, qaraj qalsın burada. İndi gedirik uşaqlar, missiyamıza başlayırıq. Nə var? Hardayıq biz? Valla mən hardayam? Qaqaş. Ora özümü tapa bilmirəm, sən öl. Gözlə görüm sən. Mən hə buradayam. Keçirik buradan uşaqlar. Bu missiya bağlıdır polis missiyasına, düzdür? Gedək polis missiyasına bir dənə 2-3 dollarlıq ondan missiya keçək. Biraz bacardığımız qədər pulumuzdan yığaq uşaqlar. Ondan sonra girəcəyik nə bilim ala soyğun missiyaları falan filan yavaş-yavaş. Qəşəngcənə pul yığıb. Polisdir bu, yox ola polis deyilmiş ki, elə bildim. Polisdir yala. Saxla burada. Birinci bir dənə o qızılı götürüm. Bu qızılları mən yığmalıyam. Sonrası yaxşı olacaq. Ver arxaya, ver arxaya. Gətir. Hop, davay 15.000 buradan gəlir. Polis deyəsən arxamıza düşəcək. Yoxsa mən polis maşınından gedib kimisə tutmalıyam. Biraz yadımdan çıxıb, yavaş-yavaş yadımıza salacağıq inşallah. Aha, olay yerinə get. Gedirik olay yerinə uşaqlar. Polis maşını olaraq müdaxilə eləməyə gedirik. Heç kim qaqaş bizim polis olduğumuz şəhərdə oyan-buyan eləyə bilməz. Yavaş ola. Necə gedir ola bu maşın? Gedək görək kimlər nə qarır burada. Şübhəliyi durdurmaq üçün arabasındakı güc çubuğunu boş. Bunu bir dənə qoymalıyıq uşaqlar var gücümüzlə. Hələ bir dənə belə qoyacağıq. Vəsə, bu qədər sadə. Çox sadə ya. Özünüz bilirsiniz ki, bu oyunu mən çox asanlıqla oynaya bilirəm. Yəni mənim üçün problem deyil. Polislərdən nə qaldı burada? Gedək ancaq uşaqlar polis missiyalarını keçəcəyik bu gün. Bu gün polis missiyalarını bitirək. Ondan sonra baxacağıq görək nə var, nə yox. Bu tərəfə qayıtmalıyam ha. Buradan get olmuş sürətdə. Var gücümüzlə gedək. Sonra uşaqlar gedib gizəmli maşınları taparıq gələn bölümdə. Bazardığımız qədər 1-2 dənə zat. Qəşəng pullarını götürək, onları satarıq. Bir dənəsi aeroportda olmalıdır. Bir dənəsi nə bilim gölün qırağında olmalıdır. Onların hamısını tapıb inşallah gətirib qaqaş satacağıq lazım yerlərə. Gətir. Saxla görüm. Bu gün polis missiyalarını bitirək. Görək nə var nə yox. Qaza. Şəhərdə bir trafik qazası oldu. Susluyu bul və polis mərkəzinə götür. Mənlikdir. Şahmar Əhmədov olaraq o problemi aradan qaldıracağam uşaqlar. Xoddan. Davay. Hara getməliyik? Bu tərəfə getməliyik? Yox, bu tərəfə. Davay, ala polis maşını olaraq düşürük ortalığa. Qəşəng siqnalımızı yandırırıq. Şiqaqaş qabağımızdan hamı çəkilsin də, yəni polis maşını olaraq düşmüşük küçələrə ona görə. Yavaş. Ara məhəllələrlə gedək, ara məhəllələrlə. Buradan gəldik. Hop, 200 metr. Aradan keçə bilərik görəsən. Olay yerində nələr baş verib, bırak. Xanım, gəldim xanım, gəldim. Narahat olmayın. Düş aşağıya. Salam əleykum. Nə məsələdir xanım? Kimi vurub ala? Şübhəliyi tutuqla. Davay keç otur maşına az. Qudurmusan sən qaqaş. Gəlib burada hər hansısa bir söhbəti qaqaş qatmısan biri-birinə. Görürsüz də uşaqlar, polislər hər cürə şəraiti yaratmalıdır bunlara. Davay, yandıraq bunu 900 metr o tərəfə. Ola 1 dəqiqə vaxtımız var. Vaxt yaddan çıxıb sənə. Getdik. Bu daha yaxşıdır. Bunu yandıranda sürəti artır ala. Gördünüz neçə ilə gedir bu? Buna bax 200 ilə gedir ha kişi. Rahat. Ləzzət elədi sənə. Ona görə daimi olaraq uşaqlar polis maşını sürməliyik ki. Buna devam edir. Yavaş. Gəldik polis məntəqəsinə. Söndür bunu xanım, davay. Keç gir içəriyə. Bir dənə səni görməyim buradakı ərazilərdə. Vəsə, 17.000 də buradan gəldi. Hələ gəlmişkən buradan bir dənə də bu missiyaya qoşulluq buradakı missiyaya. Hanalo. 19.000 də buradan verəcək. Soyğunçular qaçmaya çalışır. Alalar bizdən qaça bilməzlər. Bilirsən necədir? Biz neçə ilin qaqaş polisləriyik. 50.000 pulumuz var uşaq. Tez bazar ancaq pul yığırıq. Gələn bölümdə maşın alaq, yoxsa ev alaq. Bir dənə olmaya deyərsiz. Mən istəyirəm birinci ev alaq. Ondan sonra bir dənə qaraj alarıq. Ya da ki birinci ev alıb sonra maşın alıb içində doldurarıq. Yerimiz qalmasa qarajlar alarıq. Olay yerinə getdik, saldırganları duldur. Nə qardım ola mən ola. Promoy saxladım sənə. 15.000 də buradan gəldi. İçərdən sürək belə. Gör nə qəşəngdir. 50, 60, 70. Gözlə görün. Buradan gəlib yenə bu dənə buradakı polis keçək. Polis missiyalarının hamısını bitirməliyik uşaqlar bu günləri. Salam əleykum xanım. Siqnal yoxdur bu oyunda. Siqnal verməliyəm axı məncə. Elə oyun olar ha bu oyunda siqnal olmasın. Siqnal yoxdur, təəssüf. Bir dənə də ki uşaqlar 100 dənə bu kartdan toplayarıq inşallah. Kameranı mən bu tərəfə qoyacağam. Bu tərəfə qoymalıyam kameranı, çünki burada xəritə var uşaqlar. İstəmirəm xəritədə bir problem olsun. Yoxsa xəritənin üstünə qoyum kameranı, bilmirəm. Bir yer tapıb qoyarıq. Xəritənin üstünə qoyaram. Özüm də elə düzəldərəm ki, orada qaş problem yaranmasın. Buradan belə, buradan gir bura. Hanı polis missiyası? Arxada da kişi. Poligon missiyasıdır bu. Sınırlı sürə. Sınırlı sürətsə bizlikdir. Burada şeyləri vurmalıyıq. Oyda, bu necə eləyirdi yala biz? Yadımdan çıxıb sənə. Bunu mən necə keçirdim ha? Oyda uşaqlar. Ola bilsin ki, rahat keçə bilmədim. Allah. Vur, çox vur. 2 qat vurmaq lazım ki, daha çox bizə pul gəlsin. 25 dənədir ya.
Məncə biz 2 qat vurarıq. Qəşəng bacardığımız qədər vuraq. Vur. 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, ayda 56 dənə deyəsən. 56 dənə vurduq, 50.000 gəldi qəşəng. Uşaqlar, 120.000 pulumuz var. Əməlli başlı pula pul demirik, bax uşaqlar. Maşında xoddu qoymuşam. Aç görüm ala bunu. Maşında xoddu qoymuşam burada, gözlə görüm. Ha, güzgünü bağla. Təzədən girək polis missiyasına, takip. Uşaqlar, polis missiyalarının hamısını bitirəcəyik. Qəşəngcənə pul qazanacağıq. Ondan sonra özünüz bilirsiniz, yəni hər şeyi həll edəcəyik. İndi hara getməliyik? Nə missiyası qalıb? Nə etməliyik uşaqlar? Olay yerinə get. Gedək olay yerinə görək. Yandır bunu. Polis məmuru Əhmədov Şahmar iş başında. Yavaş Ritsnoy zat, qəşəng. Gəldik olay yerinə. Burada nə söhbətdir, brat? Saldırganı durdur. Hanı saldırgan? Allah, arxadaymışlar ha kişi. Necə arxada oldular ki onlar? Gözlə görüm ala. Yavaş. Sizi mən tutacam bu səfər. Çox uzağa gedə bilməyəsiniz. Ola heç də görmürəm ha kişi. Birin bilənsin, belə elədik. Bu məhv oldu. O çox sürətlə gedəndə heç nə görmək olmur. Ki, bu necə əngəlliyim mən? O görsən ləğv eləmək olur. Görüntü pozulmasın. Gəl bura qaqaş. Əmr edirəm sənə. Dayanmalısan. Allah hara gedirsən qaqaş? Getdi. Məhv eləməliyik onu uşaqlar. 400 metr, 45 saniyə vaxtımız var ya. Cabra. Land Cruiser. Cabra görün. Allah uduzacağam. 20 saniyə qalıb. Qəşəng. Son anda uşaqlar, son anda tutduq. Sən kimsən ala polis Əhmədov Şahmardan qaçırsan? Kimsən də sən kimsən? Gözlə görüm ala, başqa missiya qaldı, qalıb uşaqlar. 2-3 dənə də polis missiyası qalıb. Oyunu dəyərləndir. Bir dəqiqə oyunu dəyərləndirmə vaxtıdır. Mən bir dəqiqə öz işlərimlə məşğulam. Bir dəqiqə mən pılımın üstünə pılı qatıram ki, bir dənə özümə maşın alım. Maşın. Keç bura. İçərdən sürət çox səs-küy gəlməsin, başımız ağrımasın. Çəkilin xanım. Adi siqnal var da burada. Bunu da götür. Siqnalımızı verək. Buradan belə keçək. Bunu da belə eləyək. 700 metr o tərəfdə. Gedək tezbazlar oradakı missiyaya yenidən girək. Görək başqa nələr var, nələr yoxdur. Hamısını keçək. İnşallah yaxşı olacaq. 400 metr. Bu qızılları yığaq uşaqlar. Bu qızıllar bilməm nə işə yarayacaq. Axırda yəqin nəsə verəcək bizə. 6 dənə toplamışıq. 45 dənəsinin 6 dənəsini toplamışıq. Yavaş polis var burada. Polis var, yavaş sürək. Arxamıza düşməsin, brat. Nə olsun, nə qarşı indi biz polisə xidmət edirik. Amma qayda qanunu pozmalı deyilik də. Ver bu tərəfə. Favorit nüqlər yandırma olur ha. Saxla. Gir görüm. Bir gecə park civarında nə bilim, yəni qəribə uşaqlar missiyadır. Gecə vaxtı keçirik bunu. Gecə vaxtı keçiriksə yaxşı olacaq. Hədəfə get. 30.000 pul verəcək ola bizə. Yavaş gedək hədəfə. İstəmirəm problem olsun uşaqlar. İçəri ilə sürək belə 400 metr o tərəfdə işıqları yandırmışıq düzdür, amma ki siqnalizasiyanı yandırmamışam. 25 saniyə vaxtımız var. Ola gözlə görüm. Burada kimlər nələr eləyir? Oo, mafiya zat. Mafiyaya qarşı hərəkət. Haydutları yakala. Siz kimsiz ala mafiya olaraq gəlib burada qaqaş öz bildiyinizi eləyirsiniz. Düş görüm aşağı. Haydutlar. Salam aleyküm. Aleykümə salam. Şahmar Əhmədov polis məmuru iş başında. Davay. Düşdü zamımız içəri. Ölüsüz o kişi. 50 aşağı sal. 50 aşağı sal. Vuraram cırıq olarsınız. Davay. Bagajı aç. Gedib inşallah bagajı açaq. Bagajı açandan sonra maşının arxasına qoyacağıq onları. Bagajı açmasam o qoya bilmirəm ki, belə mənasız şey olar. Gedib orada açardım heç olmasa. Al çantanı hədəfə getməliyik. Bunları tutub heç olmasa aparardım da la. Qaldılar orada qandalla. Bagajı bağla. Qapını bağla getdik. Davay, hədəfə gedək tez bazar 600 metr o tərəfdə. Yandır görmə bunu. Düzü belə. Burdan da ora uşaqlar. Burdan da ora yaxşı olacaq inşallah. Narahat olmağa ehtiyac yoxdur. Polis məmuru Əhmədov Şahmar bütün işini tam şəkildə görür. Vəsə. Keçdik. 30.000 də uşaqlar buradan gəldi. Gecə oldu. Gedib yatmaq lazımdır. Burada yatmaq olurdu ki, takip. Bir dənə də missiya var. Bunu da keçək. Bunu keçəndən sonra yəqin ki polis missiyaları bitəcək. Səhər açılar da o vaxta kimi ümid edirəm. Ya da oyundan çıxıb girərik, səhər açılacaq. Mən elə fikirləşirəm. Olay yerinə get. Buna qaraq. Olay yerinə get. Olay yeri bu tərəfdə. Hələ arxa ilə gedək. Yox, bunu yandırmayaq. Gecə vaxtı bilməsinlər ki polis gəlir uşaqlar. Nə şuluqluq eləyirlərsə onları qaqaş gördükləri işin üstündə tutmaq lazımdır. Ola, şəhəri keçməliyəm o tərəfə. Hə, şəhəri keçək o tərəfə. Olay yerinə konkret girişmək lazımdır uşaqlar. 180.000 pulumuz olub ha. 200.000 az qalıb. Saldırganlar 3 dənədirlər ala. Bir dənəsi hazır, desən mən də hazır olacağam. Ola özləri gəlib mənə girdilər. Niva da kişi bu. Ola Niva sən alasan.
saxla, özü taksi Niva. Keçdim. Ha Nivadır, nə bilim alaqaş. Qaz 24-dür, Pajero'dur, heç birisi bizdən qaça bilməz. Polis olaraq hər cürə işə əl atırıq da, yəni 217 pulumuz oldu uşaqlar. Hansı maşını alaq? Aşağıdan 100% yazın. Maşın mı alaq yoxsa evi alıb sonra maşını alaq uşaqlar? Çünki bir dəqiqə çöllərdə qalırıq da, yəni konkret olaraq çöllərdə qalırıq. Deməli uşaqlar oyuna çıxdım, girdim. Səhər açılsın. Bir dənə yüngül var, sağa sola baxaq görək vəziyyətimiz necədir. 217.000 pulumuz var. Dəniz qırağı alab taksi bağışda bıratım. Bilirəm sən də qəpiyə işləyən adamsan, üzürlü sayda bırat. Nəsə uşaqlar saxlayırıq o maşınımızı burada. Yandırıq bunu. Uşaqlar, videonu burada sonlandırıram. Aşağıda dediyim kimi yorumları yazın. Nə lazımdırsa, nə etmək lazımdırsa qeyd eləyin. İnşallah sabah çatdırsam, sabah ikinci bölümünü çəkəcəm bunun. Kanala yeni gələnlər aşağıdan kanala abunə olub, bildirimləri açmayıqdan çıxartmasınlar. Ala nə vurursan ala başımı? Növbəti oyun videoda görüşmək ümidi ilə sağ olun, salamat qalın.